Allah Musa'ya dedi, Musa bir əsanı vur yerə. Vurdu əsanı yerə. Daş paralandı, bir də vur, bir də vurdu. Vuranda gördü daşın altından bir də balaca qurd. Baxdı ona dedi, ay Allah, sənə qurban olum, bir sual vermək istəyirəm sənə Musa deyirəm. Dedi, nədir Musa? Dedi, bunu niyə yaratmısan sən? Bu niyə inir o daşın altında? Bunun nə mənası var? Sual verirdi Allah'a. Allah nə cavab verirdi, ay Musa? Dedi, and olsun izzətim, hələ o qurd da gündə 40 dəfə məndən soruşursan, bu Musa niyə yaratmısan? O da bilmir Musanın vəzifəsi nədir axı. İndi vallahi hələ biri baxır onun işinə, biri baxır bunun işinə. Bu hələ öz işinə baxsa, öz işini gözəl icra etsə, aləmdə bir hərcmərcilik olmaz. Hər öz yerində oturar. Bax bu cəmiyyətin böyük problemlərindəndir ki, bu onun yerinə göz dikib, o bunun yerinə göz dikib. Bu cəmiyyətin problemlərindəndir. Mən öz yerimdə oturmasam hamımız əziyyət çəkəcəyik.